Hər vaxtınız xeyir. İyun və iyul imtahanına hazırlaşan tələbələrin diqqətinə may imtahanı heç yerdə olmayan həmin o sualların hamısının izahını bu videoda görəcəksiniz. Biz 5 dənə, 10 dənə sualın izahını paylaşıb qəbul sualları yalnız bizdə demirik. Həqiqətən də bütün qəbul sualları yalnız bizdə. Heç bir müəllimdə olmayan, heç bir kəsin izah eləmədiyi, qəbulda düşmüş bütün suallar bu dəqiqə sizin önünüzdədir və yalnız mənim təqdimatımda siz bunların hamısını eşidəcəksiniz və möhtəşəm İzahlar üçün artıq vaxt itirməyək. Növbəti imtahana gedən bütün tələbələrə uğurlar arzulayaq və bu videoya baxıb getsinlər. Çox xahiş edirəm, mənim videomdan sualları saxlayıb, skrin götürüb tələbələrinizə öz adınızdan paylaşmayın. Müəlliflik hüquqlarına hörmət eləyin. Bu suallar yalnız məndədir. Hər biriniz əgər mənim videoma istinad eləyəcəksinizsə, mənə yazıb icazə almağınız şərtdir. Sözüm digər oğurluqla məşğul olan müəllimlərədir, tələbələrə aidiyyatı yoxdur. Başlayaq. 71-ci sual. Cümlələrə uyğun rəqəmləri mətndə cümlələrin məntiqi ardıcıllığına görə düzün. Deməli, yenə də Yosef Plevan Zəngli Saat əsərindəndir. Çox sadə mətndir. Ona görə heç belə deyə də nəsə məntiqli bir şey axtarmayıb. Birbaşa cavabı oxuyuram sizin üçün. Ertəsi gün Loizik nahar eləyən kimi Frantiklə görüşmək üçün çay qırağına getdi. Onlar sövdələşmişdilər ki, bir-birini elə dünənki yerdə gözləsinlər. Loizikin qoltuğunda bağlama vardı. Bəlkə də həyəcanlı idi. Ona elə gəlirdi ki, qabağına kimsə çıxsa soruşa bilər ki, hara qaçırsan, evdən apardığın nədir? Ürəyi çırpınırdı. Boğazı elə qurumuşdu ki, nəinki cavab verə, heç cınqırını belə çıxara bilmirdi. Düzgün cavab Y variantıdır. İndi isə 72-ci suala keçək. Yoldaşlar, çox fəxrlə elan edirəm ki, dövlət qulluğu üçün ilk dəfə bu sualı mən imtahandan öncə sınavımızda, bir həftə öncə imtahandan sınavımızda istifadə elədim və sual qəbula düşdü. Bu da bizim kursun suallarının, imtahanı izləməyinin və yanaşma tərzimizin nə qədər qəbula yaxın olduğunu göstərir. Şifrələmə bu tipi yalnız yüksəliş müsabiqəsində istifadə olunurdu. Mən bu tipi ilk dəfə sınaqlarımıza saldım. Çünki bilirdim ki, dövlət qulluğu imtahanlarında da istifadə olunacaq və sınağımızdan düz 7 gün sonra həmin bu sual qəbulda idi. Gəlin, baxaq. Burada həm fikir verin, bax, 4 hərfli, 7 hərfli, 5 hərfli sözlər var. Qabağındakı kodların isə ən uzunu 4 rəqəmlidir. Yəni buradan məntiqlə başa düşməlisiniz ki, sözlərin kodları hərflərə uyğun deyil. Bəzən bir kod bir hecanın, bəzən bir kod bir hərfin, bəzən isə bir kod hansısa istənilən iki hərfin birləşməsidir. Məsələn, tutaq ki, ola bilər ki, 7 sərin kodu olsun, 8 çının, 9 da ənin. Ya ola bilər ki, 7 sının kodu olsun, 8 olsun ə, r, çının kodu, 9 da olsun ənin. Yəni, burada ehtimal dəhşət çoxdur deyə bu tipli suallarda tələbələr çox vaxt itirirlər. Fikir verin, sözlərdən üçünün sonunda 3 var. Və sözlərin üçünün sonu ə hərfi ilə bitir. Onda belə çıxır ki, sərbəst sözümüzün sonu ə hərfi ilə bitmədiyi üçün cavab A ola bilməz, D ola bilməz, Y ola bilməz. Sonra, baxaq başqa hissələrə. Fikir verirsiniz, burada 2 dənə söz qaldı ki, içində ə hərfi yoxdur. Biri, daha doğrusu ə hərfi var. Amma fikir verin, bax, sərbəst sözü çox hərflidir və sərbəst sözü 12 ola bilmir. Çünki sər və bəst hecalarının hər biri əgər bir kod olsaydı, onda sərbəstin cavabı 12 olardı. 12 də cavablarda yoxdur. Əgər sərbəst 12 deyilsə, deməli, sərbəstin kodu ya 789-dur, ya da 4637.
Böyük ehtimalla da 46-37'dir. Çünki içində ə hərfi var. Düzdür, ola bilər ki, ənin kodunu ayrıca yox, heca kimi də versinlər. Amma yenə də dəyərləndirmə aparacağıq bu istiqamətdə. Bir də fikir verin nəyə? Sərbəst sözünün sonunda sığtı, stul sözünün sonunda sığtı var. Və bu da bizə, baxın, 7 və 7 kimi qayıdıb. Stul sözü sığtı 7, deməli U 8, L da 9'dur. Sərbəst sözü də sıyti ilə bitibsə, deməli o da sı ilə, yəni 7 ilə bitməlidir. Ona görə heç uzatmadan cavabı C variantı götürmək olar. Mənim bu suala aid xüsusi izahım var. Yəni bu sualın məntiqini başa düşməyiniz üçün daha geniş bir video izahım var. Bu videonun altına pin eləyəcəm, mütləq şəkildə baxarsınız. 73-cü sual isə izləyəcəyiniz ən asan suallardan biridir. Deməli, Z5 ilə onun cəmi Z-ə bərabərdir. Yəni Z15'dir. Y isə 7 ilə onun cəminə bərabərdir. Deməli, Y 17'dir. Çox primitiv sualdır. Və X var burada. X da 5 ilə 7'nin cəminə bərabərdir. Deməli, o da 12'dir. Kökün altındadır bütün bu ifadə. 17 plus 15. 32 çıx 12. Elədi. Kökün altında 20. 20'ni də parçalaya bilərik. 4 vur 5 kimi. 4'ten de 2 çıxır. 2 kök altda 5. Bu sual biraz imtahan üçün sadədir, amma qoy olsun. Qoy sadə suallar çox olsun ki, tələbələrin ürəyincə olsun. Növbəti sual 74-cü sual. Yoldaşlar, bilirsiniz ki, qəbul izahları və sınaq izahları bazal tələbələr üçündür. Təzə-təzə başlayırsınız hazırlaşmağa. Mövzu izahlarına baxmağınız tövsiyə olunur. 74-cü sualda belə bir yanaşma var. Baxın, buradan bura 2 gəlir. Buradan bura 1 gəlir. Buradan da bura 3 gəlir. Deməli, 3 gəlib, 2 gəlib, 1 gəlib. Buradan buraya heç baxmaya da bilərik. Bax, buradan bura 2 gəlib, buradan bura 1 gəlib, buradan bura da belə başlayaq da 3 gəlib, 2 gəlib, 1 gəlib, sonra da 6 çıxıb kimi görünür. Burada da eynən. Mən bu sualı bəyənməmişdim. Yəni elə ilk görəndə də, amma həlli belədir. Deməli 3 gəlir, 2 çıxır, 1 gəlir. 3 gəlir, 3 gəlir, 2 gəlir, 1 gəlir, sonra 6 çıxır. Yəni təzədən başa qayıdır. 6 çıxmaq elə bütün bu topladığı əməlləri tərsinə eləmək deməkdir. Burada da eynən fikir verin. 3 gəlir, 1 gəlir. 3 gəlir, 2 gəlir, sonra 1 gəlir. İndi burada da fikir verin. 3 gəlir. Sonra 2 gəlməlidir. Sonra da 1 gəlir. Burada da fikir verin. 2 gəlib, 1 gəlib. Deməli buradan burada 3 gəlməlidir. Cavab olmalıdır burada 31. Birinci 31 olmalıdır K. İkinci 9 olmalıdır L. Elə cavabda elə deyəsən bir dənə variantda var C variantında, amma bunu da tapaq. Görə M nədir? Ha, bu 2'dir. Bunların cəmi 3'dür. Bunların cəmi 4'dür. Bunlar 5'dir. Bunlar 6'dır. Bunlar 7'dir. Bunlar da 8'dir. Deməli bunların da cəmi 9 olmalıdır. O da 8 ilə 1'in cəmi, rəqəmlərin cəmi 9. 75 çox asan aşkar operatordur. 4 ilə 2'ni burada yerinə qoyanda A'nın yerinə 4 qoyacağıq. 4 böl 4 1. Üstə gəl B. B də 2'dir. Buranın cavabı elədir 3. İndi buranı həll edək. 3 ilə 5'i də burada yerinə qoyacağıq. Olacaq. 3 vur 3'ün kvadratı 27. Çıx 2 vur 5. Yəni 10. Elədi 17. Bir də bu hissəni burada qoyacağıq yerinə. A çıx B, yəni 8 çıx 3 eləyəcək 5. Çıx 5. 20 çıx 5, cavab 15. Kifayət qədər sadə sualdır. 76-cı sualın izahını tapa bilməyən bir xeyli müəllim var. Telegram kanalında gördüm. Deməli tələbələr bu şəkli çəkiblər, atıblar müəllimlərinin qruplarına və onlar da bu sualın səhv olduğunu iddia edirlər. Amma sual səhv filan deyil. Sual normal sualdır. Düzdür, ola bilər ki, möhtəşəm belə deyək, həlli yoxdur, amma sualda heç bir xəta yoxdur.
Fikir verin, bu qara xətt 90 derece dönerek buradaki formaya düşür. Burada da qara xətt 90 derece dönerek bu formaya düşür. Buradaki qara xətt də 90 derece dönerek bu formaya düşməlidir. Bircə dəqiqə, bu formaya düşməlidir. Yani sağa doğru açmalıdır. 90 derece. Avtomatik A variantı ve Y variantı cevaplardan çıkmış olur. Yerde kalan variantlarda fikir verin. Bak burada 3 qara şarik o qara xəttin bir tərəfindədir, bir dənəsi bir tərəfində. Burada da eynən 3 qara şarik bir tərəfdədir, bir dənəsi başqa tərəfdə. Burada da eynən 3 qara şarik bir tərəfdədir, bir dənəsi başqa tərəfdə. Bu karşı tarafta ise tema nedir? 2-2. Fikir verin. Qara xəttdən ikisi sağdadır, ikisi solda. Qara xəttdən ikisi sağdadır, ikisi solda. Yine qara xəttdən ikisi sağda olmalıdır, ikisi solda. Ona göre C variantı da gelir. Qalırıq B ilə D-də. Bəs B ilə D-nin fərqi nədir? Fikir verin. Burada bu qara nöqtələr qatlanma yerinə yaxındır. Bax bu tərəfdən. Burada yaxın değil, çarpazdılar. Burada ise əks tərəfdən yaxın olmalıdır. Yəni belə deyək də, burada qara xəttin tamamı, fikir verin, bu iki dənə şarik bu ucuna yaxındır. Burada da qara xəttin, bax qara xəttin bu iki şarik sol tərəfdəki ucuna yaxın olmalıdır. Çünki B variantı elə birincinin təkrarıdır da, belə deyək. Eyni fiqur bundan da bunu alaq, götürək bundan da B variantını alaq, absurddur. Deməli onun simmetrik əksi olmalıdır. Bax belə. 77-ci sual. Çox primitiv bir sual. Tərəzilər bölməsini əhatə edir. Yoldaşlar, video çox uzun olsa 2 hissəyə böləcəm. İkisine də baxarsınız. Amma belə deyək, qısa olsa çalışacağım elə bir videonun içine cəmləyim hamısını. Gördüğünüz kimi L MK'ya beraberdir. Buradan 2 tane L'i silirəm. Hər ikisinin yerine MK yazıram. MK, MK. Buradan 2M, 2M'i ixtisar aparır. Gördüğünüz gibi 1K, 2K, 3K. 3K beraber olur M'e. Eğer M 3K'ya beraberse biz bunu hardasa istifadə edə bilərik. Mesela burada M'i silərik, yerine 3 tane K koyarıq. 1, 2, 3. Avtomatik L de beraber olurlar 4 tane K'ya. Cevap Y variantı. Bu da çok rahat sualdır. Önü ünlə başlayır, sonu M ilə qutaran iki söz olmalıdır. Ün, sür sözü bir sözdür, ünsür. Bir de sürmə. Bu da ikinci sözdür. Burada ortaya koyacağınız hecanın hərflərini qarışdırırlar. Birinci sözün sonu ikinci sözün əvvəli ilə ortaq olur. Ünsür, sürmə. 79-cu sual kifayət qədər maraqlı bir mətn sualıdır. Bu sualın tərkibində müxtəlif verilənlər mövcuddur. Biz buradan məntiqlə çox sürətli şəkildə cavabı tapacağıq. Heç davam eləməyəcəyik axıra kimi. İmtahanda bilirsiniz ki, sizə ən çox lazım olan vaxtı və o vaxtı itirməmək üçün məntiqli yollara əl atacağıq. Deməli burada 4 peşə sahibi var. Bunlar diagnostik, sonra vulkanizator, elektrik, çilingerdi və bunların belediyede içdikləri su, çay, qəhvə və ayrandır. İşlədikləri saatlar 3, 5, 6 saatdır. Və düzəltdikləri avtomobillərin də sayı 4, 9, 11 və 16'dır. Burada deyir ki, diaqnostun və 9 avtomobili təmin edən şəxsin işə sərf etdikləri vaxt nə az, nə də ən çox deyil. Baxın, diaqnost ən az 3 saat vaxt sərf olunub, ən çox 6 saat. Deməli, o deyilsə, deməli, diaqnost 5 saat sərf eləyib işə. Və deyir ki, diaqnost və 9 avtomobili təmir edən şəxsin. Deməli, diaqnost 9 avtomobili təmir etməyib. Ona görə 9 yazıb üstündən xətt çəkirəm. Çilingər ayran içən elektrikdən, deməli elektrik ayran içib. Beş avtomobil az təmir eləyib. Çilingər 5 avtomobil az təmir eləyib. Bu ola bilər ki, elektrik
9 avtomobil təmir eləyib. Çilingər 4. Ola bilər ki, elektrik 16 avtomobil təmir eləyib. Çilingər 11. Çünki ikisinin də arasında fərq 5-ə bərabərdir. Qəhvə içən ən çox avtomobilə qulluq eləyib. Aha. Deməli, elektrik ayran içdiyi üçün ən çox avtomobilə qulluq eləməyib. Deməli, 16 ola bilməz elektrik. Avtomatik çilingər də 11 ola bilməz. Onda elektrik 9 avtomobilə qulluq eləyib. Çilingər də 4. Avtomatik belə çıxır ki, çilingər qəhvə də içməyib. Çünki qəhvə içən ən çox avtomobilə qulluq edib. Bu vulkanizator da ola bilər, hələ ki qalsın. İşə sərf etdiyi vaxtda nə ən azdır, nə ən çoxdur. Su içən 11 avtomobili təmir etməyə 6 saatdan az vaxt sərf edib. Su içən 11 avtomobili. Biz bilmirik bunlardan hansıdır. Gəlin görək nə soruşur. Deyir, elektrikin işlədiyi vaxtı saatla göstərən ədədin 9. Vulkanizatorun təmir etdiyi avtomobillərin sayını göstərən ədədlə cəmi nə qədərdir? 9-un üstünə nə gələ bilərik? Bir dəqiqə, elektrikin işlədiyi vaxtı saatla göstərən. Yox, bu 9 saat işləməyib. 9 avtomobil təyin edib. O saatı tapmaq lazımdır. 9 avtomobili təmir edənin itirdiyi vaxt nə ən az, nə də ən çox deyil. Aha, 9 avtomobili təmir edən elektrikdir. Deməli, o 5 saat vaxt itirib. Nə ən çox deyil, nə də ən az deyil. Deməli, ortada bir şeydir. 5. Aha, deyir indi elektrikli işlədiyi vaxtla, yəni 5 ilə vulkanizatorun təmir etdiyi avtomobillərin sayını göstərən ədədin cəmi nə qədərdir? Vulkanizator ya 16 avtomobili təmir edib, ya da 11 avtomobili. Düz deyil. Əgər 16 avtomobili təmir etsə, 16-nın üstünə 5 gələndə 21 edir, cavablarda yoxdur. Amma 11 avtomobili təmir etsə, üzərinə 5 gələndə cavablarda 16 mövcuddur. Ona görə heç vaxt itirib qalanlarını tapmamıza ehtiyac yoxdur. 80-ci sual. Deyir ki, sual içərisində yeni uyğun cavabı tap. Baxın, 8 plus 7 plus 9. Bunların cəmi 24 edir. 42 plus 18 plus 17. Bunların cəmi 77 eləyir. 12 plus 8 20. Üstünə nə gələndə 30 eləyir. Təbii ki 10. Bunlar bu asan sual idi. Mətn sualına çox da asan demək olmaz. Kifayət qədər qarışdırır adam beynini. 81. Görək 81-də nə eləyib? Bu da ardıcıllıq sualıdır. Baxın, 1 gəlib, 2 çıxıb. 3 gəlib, onda nə çıxsın? 4 çıxsın. Eləyəcək -1. Sonra -1-in üstünə 5 gəlib, eləyib 4. Sonra 4-dən 6 çıxıb, eləyir -2. -2-nin də üstünə 7 gələndə eləyir 5. Onda düzgün cavab olur C variantı. Sualın biri -1, biri isə -2-dir. İndi isə verilmiş üst-üstə, daha doğrusu sətirlər boyunca təqdim olmuş ardıcıllığı tapırıq. 1 ilə 2-nin qanuna uyğunluğuna əsasən 3 ilə 4-ün yanaşmasını tapacağıq. Bundan bunu necə almaq olar? 2-yə vurublar, üstünə 1 gəliblər. 5-dən 10 almaq üçün yenə 2-yə vurub, üstünə 1 gəliblər. İndi bura baxaq. Burada da 2-yə vurublar, sonra 1 çıxıblar. Yenə 2-yə vurub, sonra 1 çıxıblar. Bundan bunu almaq üçün 2-yə vurublar, 3 gəliblər. 2-yə vurublar, 3 gəliblər. Avtomatik başa düşürsünüz ki, indi də 2-yə vurub sadəcə 3 çıxmaq lazımdır. Çünki 2-yə vurma, 2-yə vurma kimi qalıb. Üstə gəl 1, minus 1-ə çevrilibsə, burada da eynisi olmalıdır. 2-yə vurub 3 çıxdıqları ardıcılığı yoxlayaq. 2-yə vurub, amma 3 çıxmayıb. 2-yə bölüb, 2-yə vurub 3 çıxıb, 2-yə vurub 3 çıxıb. Yəni cavab C variantıdır. Növbəti sual, 83-cü sual. Paralelipipedlərin sayını istəyir bizdən. Baxın, biri burada, biri burada 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,
11, 12, 13, 14, 15, 16, 17, 18. Bu qədər sadə. 84. 84-cü sual çox primitiv sualdır. Bununla bunu üst-üstə çəkirsiniz. Bu xətləri silirsiniz. Cavab qalır. Mən belə sualda vaxt itirmək istəmirəm. Özünüz bu sualı elə şifahi mən danışa-danışa videonu saxlayıb, tapıb, hətta aşağıda şərh bölməsində də yaza bilərsiniz. 85-ci sual. Verilən fiqurun ixtiyari çevrilməsi nəticəsində alına bilən variantları tapın. Fiqurun üzlərinin təsvirləri fərqlidir. Yoldaşlar, sizə fiqurun üç üzünü göstərim. Bax, bu üzün bu tərəfi, yəni sağı, bu üzün aşağı tərəfi və arxa tərəf görünmür. Onlar istənilən fiqurlar ola bilər. Bax, əgər bu fiqurun, fikir verin, oxu, uzun hissəsi buna yaxındırsa, burada isə dairəyə yaxın verilə bilməz. Yəni bu lövhənin, bu pəncərəyə oxşayan lövhənin uzun tərəfinin aşağısında düz xətdirsə, burada da həmin uzun tərəfin aşağısında dairə verilə bilməz. Ona görə bir düzgün deyil. Cavablardan biri çıxırıq. Sonra 5-ə baxırıq. Baxın, əgər biz bu xətti görürüksə, bu xəttin bu qara nöqtə görürsünüz, çox uzağındadır, amma qara nöqtə bu xəttə çox yaxın verilib. 5 də düzgün cavab ola bilməz. Amma fikir verdiniz, bu baxmağın faydasız oldu. Çünki digər cavablarda 5 yoxdur. İndi baxaq məsələn 2-yə. Fikir verirsiniz, ikinci sualda bu düz xəttdən, necə ki burada şarik çox uzaqdadır və düz xəttin solundadır. Burada da eynən. Və düz xəttin görünməyən tərəfində üçbucaq ola bilər. Ona görə 2 düzgündür. Və yoldaşlar 4-ə də baxaq. Biz 4-ü də düzgün kimi götürə bilərik. Niyə? Çünki fikir verirsiniz 4-cü fiqurda bax, bunun uzun tərəfində həqiqətən də bu dayanıb. Bunların qarşılıqlı əlaqəsi düzdür. Bu tərəfdəki üzü də biz onsuz da görmürük axı. O da qoy x olsun və bizim üçün heç bir problem yoxdur. Görünməyən üzlərdə nə istəsələr verə bilərlər. Ona görə də düzgün cavab 2 ilə 4. C variantıdır. Növbəti suala keçirik. Hamının çıxanda soruşduğu suallardan biri də məhz bu idi. Elektron saat sualı. Çox primitiv sualdır. Sadəcə biraz diqqətlə oxuyun və belə deyək. Rəqəmlərin nə görün, nə deyir. Elektron saat 23:51-i göstərir. Ən azı sıfırdan fərqli. Neçə dəqiqədən sonra saat həmin rəqəmlərin digər düzülüşünü göstərəcək. Həmin rəqəmlərin digər düzülüşünü. Həmin rəqəmlər nədir? 1-dir, 2-dir, 3-dür və 5-dir. Və bu rəqəmlərdən siz müxtəlif saatlar düzəldərsiniz. 23:15, nə bilim 12:53 və s. və ilaxır. Sizə deyir ən az neçə dəqiqə. Deməli siz məsələn tutaq ki də 23:51-dir. Yəni birazdan saat 12 olacaq. Siz o qədər balaca cavab düzəltməlisiniz ki, həmin saatdan bu saata qədər arada çox vaxt olmasın. Məsələn, mən düzəltsəm tutaq ki 23:15, 23:51-dən növbəti gün 23:15-ə kimi dəhşət çox vaxt var. Deməli, balaca bir şey düzəltməliyəm. 1, 2, 3 və 5 rəqəmlərindən düzəldə biləcəyim ən balaca saat 12:35-dir. Vəsiyo, o 23:51-dən 12:35-ə kimi neçə dəqiqə var? 23:51, 12-yə qalıb 9 dəqiqə. Düz 9 dəqiqə sonra saat olacaq 12. Bu 12-yə qədər neçə saat var? 12-ni vurursunuz 60-a, 720. Bir də 35 dəqiqə. Üstünə də gəlirsiz 35. Cavab edir 764 dəqiqə. Baxırıq 87-ci suala. 87-ci sualda gördüyünüz kimi bu fiqur sola doğru bir vahid hərəkət edib. Sonra 2 vahid hərəkət edib. Sonra 1, 2, 3 vahid hərəkət edib. Deməli, indi 4 vahid hərəkət eləməlidir. 1, 2, 3, 4 olacaq cavab C variantı. Sual işarəsindən sonra da 5 vahid hərəkət edib gələcək bura. Mən növbəti hissəni 88-dən
107'ye qədər olan hissəni növbəti videoda çəkmək istəyirəm. Burada çox möhtəşəm suallar var. Gəlin sizə bir fraqman verim. Məsələn bu. Şəkildə neçə üçbucaq var? Məsələn bu sual. Bu sualı YouTube'a izahını ilk qoyan müəllim mənəm. Hələ düz 2 il öncə qoymuşdum bu sualın izahını. Və bu sualın izahını 2 il boyunca heç bir imtahana salmayan Dövlət İmtahan Mərkəzi sonra imtahanda tələbələrə maraqlı bir sürpriz elədi və bu sualda eynən çətin sual kateqoriyasına daxildir. Bunu da izləmək üçün videonun ikinci bölməsinə mütləq baxarsınız. Bu sual isə 94-cü sual. Yenə də imtahanda hamını çox düşündürən sual olsa da bizim tələbələr şifahi yazmışlar. Çünki bu sual bizim kitabımızda yer alır. Və mən orada demişəm ki, ana qonaq getdiyi evə 7 uşağından 5-ini aparmalıdır. Burada isə deyir ki, modelyer hazırladığı 7 geyimdən 5-ini nümayiş etdirməlidir. Yerdə qalan bütün hissə eynidir, cavablar belə eynidir. Bu sualın da yenə də yoldaşlar ayrıca video izahını YouTube'a qoymuşam və bu sualı bizim kursda hazırlaşan tələbələr imtahanda ilk dəfə yox, elə ikinci dəfə görmüş oldular. Düzdür, vaxt aparan sual olsa da rahatlıqla yaza bilmişdilər. Bu sualın yenidən izahını çəkib ayrıca bir video kimi hazırlayacağım və inşallah baxarsınız. Mütləq ikinci hissədə part 2-yə də mütləq baxın. Burada çox maraqlı suallar olacaq. Deyərdim ki, imtahanın çətin sualları part 2-yə düşdü. Mütləq izləyin. İmtahandan öncə bu video sizə çox faydalı olacaq. Özünüzdən müğayət olun. İmtahanda hamınıza uğurlar arzulayıram.